Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bu gün sizlərlə deməli 2026-2027 yenilənmiş çərçivə sənədinə əsasən, yenilənmiş çərçivə sənədinə uyğun olaraq dərsimizin izahına başlayırıq. Dərsimizin izahına baxacağıq. Deməli açırsınız, deməli Time 2000 deməli 26 kitabını və mən söz vermişdim ki, Time 2026 kitabından yenilənmiş çərçivə sənədinə uyğun olaraq izahlarımız təqdim olunacaq. Bununla bağlı Instagramda bir videomuz var idi. Və açırsınız Time 2026 kitabını ilk dərs səhifə 6 və səhifə 7-ni bugün izahına baxacağıq. Səhifə 6 və səhifə 7. Narahat olmayın, dərsimizin davamı olacaq. İlk 10 dərs çatdırsam daha yuxarı dərsləri sizlərə daha çox təqdim edəcəm. Amma minimum ilk 10 dərsi təqdim edəcəm sizlərə dəstək məqsədi ilə. Deməli və bu dəfə üstünlüyümüz həm də ondan ibarət olacaq ki, 2-3 dərsdən bir testlərin izahını sizlərə təqdim edəcəm. Deməli bu gün dərs 1-dir, həftənin birinci günü isə dərs 2-ni sizlərə təqdim edəcəm. Başlayaq dərsimizə dəyərli yoldaşlar. Kurikuluma aid deməli ən birinci təhsilə aid sənədlərə baxacağıq. Kurikulum haqqında ümumi məlumat. Bunun haqqında çox məlumatımız var və sizcə mən izah edə kitabı varsa kitabı, yoxsa kitabın PDF-i açırsınız səhifə 6-nı. Səhifə 6 kurikulum haqqında ümumi məlumat var. Kurikulum nədir? Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Bax görürsüz burada bir cədvəl də var. Kurikulum nədir? Baxırsınız və kitabınızda da buna bənzər bir cədvəlimiz var. Deməli kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri. Burada 3 əsas element var. Yəni təhsildə məzmun, təşkil və qiymətləndirmə. Bu kurikulumun, təhsil proqramının əsasıdır, canıdır. Bunu həmişə demişik. Deməli mənim həmişə belə bir sözüm var. Lap kurikulumu qoyduq kənara. Təhsildə 3 əsas komponent var. Nədir bu 3 əsas komponent? Məzmun, təşkil və qiymətləndirmə. Təhsilin 3 əsas komponenti var. Təhsildə məzmun, təhsildə təşkil və təhsildə qiymətləndirmə. Və bu da kurikulumu deməli əhatə edir. Birinci gəlir təhsilin məzmunu. Qısa izah verim, bunun haqqında hər birimiz məlumatlıyıq. Təhsildə məzmun nədir? Məzmun odur ki, şagirdlərə biz nələri öyrədəcəyik, şagirdlər bizdən nələri öyrənəcək. Baxın, bunun adı nədir? Təhsilin məzmunudur. Məzmun nədir? Biz şagirdlərə nələri öyrədəcəyik? Şagirdlər bizdən nələri öyrənəcək? Yəni şagirdlərə nə keçəcək? Bax buna yazıram, nə keçiləcək, nə tədris olunacaq, nə tədris olunacaq. Aha, bu birinci nədir dəyərli yoldaşlar? Nə tədris olunacaq? Təhsilin məzmunudur. Hansı dərsləri keçəcəyik? Hansı kitablardan keçəcəyik? Hansı metodik vəsait əsasında keçəcəyik? Hansı metodik vəsait əsasından, hansı standartlar şəklində keçiriləcək? Hansı bilik bacarıqlar formalaşdırılacaq şagirdlərdə? Bu təhsilin məzmun hissəsindədir. İkinci, təhsilin təşkil hissəsi var. Təhsilin təşkil hissəsi nədir? Aha, yazıram, necə tədris olunacaq? Aha, deməli burada hansı sualda dəyərli yoldaşlar? Baxırıq, deməli təşkil hissəsində nə var? Dedik, necə tədris olunacaq? Yəni burada nə öyrədəcəyik? Məzmun odur ki, şagirdlərə nə öyrədəcəyik? Aha. Təşkil odur ki, bu öyrətdiyimizi necə öyrədəcəyik? Yəni deməli hansı iş üsulları vasitəsilə, hansı iş formaları vasitəsilə, hansı metodlar, hansı texnikalar vasitəsilə öyrədəcəyik? Bu deməli nə hansı hissədir? Təşkil hissəsi və qiymətləndirmə və deməli necə qiymətləndiriləcək? Şagirdlər necə qiymətləndiriləcək? Aha, deməli bu 3 komponent kurikulumundan bəhs edir. Aydındır dəyərli yoldaşlar. İndi kurikulumun tərifini gəlin sadə formada başa düşək. Kurikulum təhsilin məzmunu, təhsilin təşkili və təhsilin qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual, yəni dəyişə bilən bir sənəddir. Tamam. Təhsilin məzmunu nədir? Şagirdlərə nə öyrədəcəyik? Şagirdlər bizdən nələri öyrənəcək?
Bunlar kurikulumda təhsilin məzmunudur. Yəni şagirdlərə hansı bilik bacarıqları öyrədəcəyik? Şagirdlərdə hansı bacarıqları formalaşdıracağıq? Hansı kitablardan keçəcəyik? Hansı metodik vəsaitdən istifadə edəcəyik? Hansı dərsləri keçəcəyik? Hansı məzmunu öyrədəcəyik? Tamam. Bu birinci məzmun hissəsidir. Təşkil necə tədris olunacaq? Yəni bu məzmun, öyrətdiyimiz məzmun şagirdlərə necə təşkil olunacaq? Yəni hansı iş üsullarından istifadə edərək keçəcəyik? Hansı iş formalarından istifadə edərək keçəcəyik? Yəni öyrətdiyimiz məzmun necə təşkil olunacaq? Sonra və qiymətləndirmə. Deməli və məktəbdaxili qiymətləndirmənin 3 növü var: formativ, summativ, diaqnostik. Bunlardan hansından istifadə edəcəyik? Düzdür? Bu üç məsələni özündə əks elətdirən konseptual bir sənədə nə deyilir dəyərli yoldaşlar? Kurikulum deyilir. Aha, deməli, kurikulum haqqında məlumat. Bax, ilk kitabdan açırıq. Təhsil proqramı, təhsilin məzmunu, aha, təşkili və qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirir. Nə əks etdirir? Kurikulum əks etdirir. Yəni, kurikulum şagirdə nə öyrədiləcək? Məzmun. Yəni, şagird nə öyrənəcək? Şagirdə nə öyrədiləcək? Şagird nə öyrənəcək? Aha, yəni kurikulum şagirdə nə öyrədiləcək? Şagird nə öyrənəcək? Bu nədir dəyərli yoldaşlar? Məzmun. Sonra təlim-tədris prosesi necə qurulacaq? Bu nədir? Təlim-tədris prosesi necə öyrədəcəyik? Necə qurulacaq? Deməli, təşkil və həmçinin əldə olunmuş nailiyyətlər necə qiymətləndiriləcək? Bu da qiymətləndirmə. Bütün bu məsələləri özündə cəmləşdirən bir sənədə, nə deyilir? Kurikulum deyilir. Dəyərli müəllimlər, burada bir inci həssas məqama toxunum. Kurikulum təhsil haqqında sənəddir. Yəni, kurikulum təhsil sənədidir. Bəzən müəllimlər bunu səhv anlayırlar kurikuluma. Bir elm kimi baxırlar, bir fən kimi baxırlar. Xeyr, bizim öyrəndiyimiz fən metodikadır. Aha, amma kurikulum başqa şeydir. Kurikulum bir proqramdır, təhsil proqramıdır. Necədir? Biz əvvəl Sovet təhsil proqramından keçirdik. Sovet təhsil proqramı artıq ləğv olundu. Bizə hansı təhsil proqramı gəldi? Kurikulum. Yəni, kurikulum bir təhsil proqramıdır və yenilənə bilən təhsil proqramıdır. Aha, deməli kurikulum nədir dedik? Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirən konseptual, dəyişə bilən bir sənədə kurikulum deyilir. Tamam, davam edirik. Kurikulumu tərtib edən, indi davam edir. Kurikulumu tərtib edənlər, kurikuluma dəyişiklik edənlər niyə, hansı suallara cavab axtarmışlar? Gəlin bunlara baxırıq dəyərli yoldaşlar. Bu da çox maraqlıdır. Deməli, düzdür, biraz burada məlumat çoxdur, amma ki, yenə də baxacağıq. Yəni, kurikulumu tərtib edənlər, kurikulumu öyrənənlər, yəni bu sənədi hazırlayanlar hansı suala cavab axtarmışlar? Niyə bu kurikulumu, yəni tərtib edəndə məqsəd nə olub? Məqsəd nə olub? Bura yazıram. Yəni, kurikulumu, bu proqramı tərtib edəndə məqsəd nə olub? Məqsəd. Düzdür? Kurikulum bir proqramdır, düzdürmü? Bu proqramı yaratmaqda məqsəd nə olub? Aha, deməli, bu bilik, bacarıq, dəyərlər şagirdlərdə lazımi həyati bacarıqları formalaşdıracaqmı? Yəni, şagirdlərə verdiyimiz o məzmun var ha, öyrətdiyimiz məzmun. Yəni, bu bilik, bacarıqlar şagirdlərə kompetensiyalar, yəni müasir bacarıqları formalaşdıracaqmı? Müasir bacarıqları öyrədəcəkmi? Aha, şagirdlər üçün öyrənmə prosesini necə uyğun və maraqlı edə bilərik? Necə edə bilərik ki, öyrənmə prosesi şagirdlər üçün uyğun və maraqlı olsun? Aha, deməli, təşkil və qiymətləndirmə daha effektiv və məzmun necə edə bilərik? Baxın, bu məzmundur qısaca. Bu təşkildir, bu da qiymətləndirmədir. Baxırsınız, dəyərli yoldaşlar, qiymətləndirmə. İndi cümlələri bir-bir analiz edək, özünüz görəcəksiniz. Bilik, bacarıq və dəyərlər və həmçinin kompetensiyalar. Biliklər, bacarıqlar, dəyərlər, kompetensiyalar. Şagirdlərə, gənclərə lazımi həyati bacarıqları formalaşdıracaqmı? Yəni, bizim seçdiyimiz o kurikulumda olan məzmun həqiqətən də şagirdlərə real həyatda lazım olacaq dərslərdimi? Yəni, keçdiyimiz məzmun, keçdiyimiz dərslər şagirdlərə həqiqətən də real həyatda lazım olacaqmı? Bu öyrətdiyimiz dərslər həqiqətən də şagirdlərə lazımi bacarıqlar formalaşdıracaqmı? Sonra təşkil. Aha, öyrənmə prosesini necə uyğun, maraqlı təşkil edə bilərik? Tamam, o iş üsullarından istifadə edirik, iş formalarından istifadə edirik,
Elə edək ki, o iş üsulları, iş formaları həqiqətən də şagirdlərə maraqlı olsun, düzgün təşkil eləyək. Sonra qiymətləndirməni daha effektiv, daha məhsuldar necə təşkil edə bilərik? Necə edə bilək ki, qiymətləndirmə həqiqətən bizə deməli səmərəli olsun? Yəni məzmun da, təşkildə qiymətləndirmə də səmərəli olsun. Aydındır dəyərli yoldaşlar? Aha, deməli kurikulum nədir? Bax, keçdiklərimizi ümumiləşdirək. Kurikulum nədir? Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirən konseptual bir sənəddir dedik. Məzmun odur ki, şagirdlərə nə öyrədəcəyik, şagirdlər bizdən nə öyrənəcək? Məzmun budur. Təşkil odur ki, bu etdiklərimizi necə maraqlı edək? Yəni şagirdlərə bunu necə təşkil eləyək? Qiymətləndirmə odur ki, bunu necə qiymətləndirək? Bəli, burada da 3 əsas sual maraqlıdır. 1. Məzmun həqiqətən də keyfiyyətli olsun, şagirdlərə nələr söylədək? Təşkil, dərsi maraqlı edək. Qiymətləndirmə elə eləyək ki, qiymətləndirmə səmərəli olsun. Sadə və bəsit. İndi bir cümlə də burada var. UNESCO-nun keyfiyyətli kurikulum göstəriciləri, keçəcək ümumi təlim nəticələri, deməli, daha sonra gəlir məzmun xətti. Hamısına bir-bir baxacağıq. Aha, UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı meyarları var. Yəni bu əslində heç testlərə də düşmür. Cümlə kimi bunu bəzən müəllimlər çox xırdalığına kimi izah edirlər. Bu gün yəni mən bunu ehtiyac görmürəm. Burdakı maddələri bunu belə yadınızda saxlayın, onu elə yadınızda saxlayın. Gərək yoxdur dəyərli müəllimlər. Sadəcə mən sizə bunu deyəcəksiniz, bəs Coşqun müəllim, siz bizə bunu niyə deyirsiniz? Mən sizə bunu ona görə deyirəm ki, sadəcə məlumatınız olsun ki, UNESCO-nun keyfiyyətli kurikulum üçün meyarları var. Burdan sizə sual düşəsi də deyil. Düşə bilər bundan sonrakı kurikuluma aid terminlərdən. Amma burdan sual düşəsi deyil. Sadəcə bu məlumatdır. İlk dərsi sizə məlumat verir ki, sizin məlumatınız olsun. Aha, aydın oldu ki, yəni ay burdan test hazırlayım, sizə test işlədim, mənasızdır, yoraram sizi. İstəmirəm sizi yormaq. Aha, UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı meyarları var. 1. Aydın məqsədlərin olması. Baxın, UNESCO-nun keyfiyyətli kurikulum üçün birinci nə var? Aydın məqsədlər olması. Baxın, indi biz sizlərlə keçəcəyik. Kurikulumda aydın məqsədlər olmalıdır. Şagird qarşısına müəllimin həm məqsədi olur, şagirdin məqsədi olur, müəllimin gündəlik dərsin məqsədi olur, illik təlim nəticələri olur. O məqsədlər aydın olmalıdır. 1. Kurikulum bugünün tələblərinə cavab verməlidir. Yəni birinci gəldi aydın məqsədlər olması, ikinci bugünün tələblərinə cavab verməlisi. Deməli, kurikulum bugünün tələblərinə cavab verməlidir. Bugünün tələblərinə cavab verməlidir dedikdə nəyi nəzərdə tutur? Yəni bugünün dövrün standartlarına, müasir tələblərə, müasir dövrün tələblərinə cavab verməlidir. Yəni şagirdlərdə dövrün müasir 21-ci əsr bacarıqları formalaşdırmalıdır. Deməli, kurikulumda aydın məqsədlər olmalıdır. Bugünün tələblərinə cavab verməlidir. Daha sonra şagirdlərin bugünkü və gələcək həyatı, təcrübələri, arzu istəklərinə uyğun olmalıdır. Şagirdlərin istəklərinə uyğun olmalıdır. Arzularına şagird yönümlülük prinsipi var idi. İndi kurikulum, pedaqoji prosesin təşkil prinsipində keçəcəyik. Şagirdin marağına, istəyinə, tələbatına uyğun olmalıdır. Başa düşürsüz nə demək istəyirəm? Şagirdlər üçün maraqlı olmalıdır. Yaşadığı ölkənin tarixi, mədəniyyətini nəzərə almaqla sosial-iqtisadi baxımdan şagirdlər üçün firavan gələcək qura bilmək baxımından düzgün olmalıdır. Ədalətli olmalıdır kurikulum, inklüziv, əlçatan olmalıdır hamı üçün. Sonra şagird yönümlü olmalıdır. Bunu indi şagird yönümlüyü ikinci dərsdə keçəcəyik sizdən, ikinci dərsdə. Çevik olmalıdır. Açıq və çevik nədir? Deməli, yeniliklər proqrama tez daxil olunmalıdır. Ta dünyada yenilik baş verdi, kurikulumu da sən dəyişdirmə. Yox, elə bir şey yoxdur. Çevik olmalıdır. Yəni yeniliklər tez inteqrasiya eləməlidir. Ardıcıl olmalıdır, dərslər bir-birindən və bir-birindən əlaqəli olmalıdır. Aydındır? Bunlar UNESCO-nun keyfiyyətli kurikulum üçün meyarlardır. Buradan sizə sual düşməyəcək, sadəcə məlumatınız olsun. Deməli, əslində bura qədər məlumat idi. Kurikulum nədir? Təhsilin məzmunu, təşkili, qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirən konseptual bir sənəddir, dəyişə bilən sənəddir. Aha, və həmçinin kurikulumu yaratmaqda məqsəd var, proqramı yaratmaqda və bir də UNESCO-nun beynəlxalq bir təşkilatdır.
Kurikulum üçün meyarları var. Bura qədər hələ ki ilk kurikulum haqqında məlumat idi. İndi gəldik nəyə? Təhsilə aid sənədlər. Deməli kurikulumdakı terminlərdən danışacağam sizə. Aha, kurikuluma aid terminlər, təhsilə aid sənədlər. Birinci gəlir ümumi təlim nəticəsi. Deməli gəlin görək təhsil bax əsas sizə burdan sual düşə bilər bunlardan. İndi gəlin bir-bir bunları da mən sizlərə izahını verim. Baxın, bax burada biraz PDF-dən çıxdım. Bax, əsas kurikulum bundan sonra başlayır. Birinci vərəq məlumat idi sizdə ki, giriş hissə. Elə bir giriş oxudunuz ki, hə, kurikulum budur, nə üçün ölkədə var, dünyada bunun meyarları hansılardır. Yəni bunları qoyun qırağa, oradan sizə sual düşməyəcək. Sual bundan sonra başlayır. Deməli, baxın, kurikuluma aid terminlər. Deməli, sual sizə buradan sonra başlayacaq. Kurikuluma aid terminlər nədir? Termin sözünün mənası nə deməkdir? Terminlər. Termin sözünün mənası odur ki, deməli, xüsusi bir, misal üçün, ancaq bəzi sözlər var ki, ancaq bir fəndə işlədilir, ancaq bir sahədə işlədilir. Misal üçün, trigonometriya, düzdür? Aha, trigonometriya ancaq bir riyaziyyat fənninə aid olan bir termindir, riyaziyyat fənnində işlədilir. Optika ancaq fizika fənnində işlədilir, düzdür? Nə bilim, valentlik kimya dərsində işlədilir. Yəni bu bəzi terminlər var ki, xüsusi bir fənn sahəsinə aiddir, xüsusi bir sahəyə aiddir. Və kurikulumun da özünün terminləri var. Biz bu gün həmin o terminləri öyrənəcəyik. Aydındır? Birinci kurikulum termini gəlir ümumi təlim nəticəsi və yaxud da təlim nəticələri. Təlim nəticələri. Aha, təlim nəticəsi nədir? İndi gəlin baxaq, təlim nəticələri. Bunun üçün yazıram bura təlim nəticəsi. Təzə bir vərəq qaldı. Baxın, deyir ki, mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyəsinə ümumi təlim nəticəsi deyilir. Baxın, bu kurikuluma aid bir termindir. İzahı necədir? Mənimsənilməsi nəzərdə tutulacaq təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyəsinə ümumi təlim nəticələri deyilir. İndi bu nə deməkdir, dəyərli yoldaşlar? Bax, mənimsənilməsi nəzərdə tutulacaq təlim nailiyyətlərinin nəticələr formasında. Birinci gəlir fənnin, sinfin sonu üçün təlim nəticəsi. İndi qayıdacağam o bayaqki kitabın PDF-inə də. Deməli, fənnin, sinifin sonu üçün təlim nəticəsi. Fənnin, sinifin sonu üçün təlim nəticəsi nədir? Bir fəndən, bir sinifin sonunda şagird nələri öyrənməlidir? Deməli, baxın, hər bir fənn müəllimi sentyabr ayında deməli metodik vəsaitdə ona təlim nəticəsi verirlər. Hələ sentyabr ayındadır. Ona təlim nəticəsi verirlər ki, müəllim iyun ayının sonuna çatanda, yəni iyun ayının 14-ü məktəb bağlanır, şagirdlərə bu bilik bacarıqları öyrətməlisən. Bunu nə vaxt verirlər? Hələ ilin əvvəlində, sentyabr ayının 15-də, ilin əvvəlində, dərs başlamamışdan əvvəl verirlər. Və müəllim sonda hansı nəticəyə çatacaq bir il ərzində, onları əvvəlcədən bizlərə müəllimə verirlər və müəllim əvvəlcədən planını, illik planlaşdırma tutur, perspektiv planlaşdırma. İllik planlaşdırmada bu fənnin, sinifin sonu üçün təlim nəticəsini orada qeyd eləyir ki, mən bir il ərzində şagirdlərimə hansı bilik bacarıqları öyrədəcəm. Mən bir il ərzində şagirdlərimə hansı dərsləri keçəcəm. Buna nə deyirlər, dəyərli yoldaşlar? Buna fənnin, sinifin sonu üçün olan təlim nəticəsi deyilir. Aydın oldu? Yəni bir fəndən, bir tədris ilinin sonunda, bir ilin sonunda şagirdlərə hansı bilik bacarıqları formalaşdıracam. Bir il ərzində şagirdlərə nələri öyrədəcəm, bunun fənnin, sinifin sonu üçün təlim nəticəsi deyilir. Baxın, təlim nəticəsinin tərifi necə oldu?
Deməli, şagirdlərlə təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən olunmasıdır. Yəni şagirdlərə 1 il ərzində hansı təlim nailiyyətlərini keçəcəyik, şagirdlərə 1 il ərzində nələri öyrədəcəyik, onlar nəticələr formasında əvvəlcədən müəyyən olunur. Biri təlim nəticəsi hansı oldu? Fənnin sinifin sonu üçün. Və bu istənilən sinifdə var, istənilən fənn üzrə var. Məsəl üçün mən kimya müəllimiyəm, 9-cu sinifə kimya dərsi keçəcəm. Müəllimə metodik vəsait verirlər də, düzdürmü? Açıram həmin o metodik vəsaiti 1 il ərzində şagirdlərə hansı bu sinifdə, 9-cu sinifdə iyun ayına qədər kimyada nələri öyrətməliyəm, hansı bilik bacarıqları formalaşdırmalıyam, onlar orada nəticələr formasında verilir. Və bu adlanır nə? Fənnin sinifin sonu üçün təlim nəticəsi. Başa düşürsünüz nə demək istəyirəm? Yəni biz, məsəl üçün coğrafiya müəllimiyəm, 10-cu sinifə dərsə başlayacağam. Sentyabr ayının əvvəlidir, mən illik plan tuturam, perspektiv plan tuturam. Açıram metodik vəsaiti, metodik vəsaitdə verilibdir. Nə verilib? Fənnin sinifin sonu üçün təlim nəticəsi verilib. Yəni coğrafiya fənnindən bir sinifin sonunda şagirdlərə nələri öyrətməliyəmsə, bir dərs ili ərzində şagirdlərə hansı bilik bacarıqları formalaşdırmalıyamsa, onlar hamısı orada öz əksini tapmışdı. Bunun adı nə oldu? Fənnin sinifin sonu üçün olan təlim nəticəsi oldu. Aydındır dəyərli yoldaşlar. Bunun adı fənnin sinifin sonu üçün təlim nəticəsi oldu. Yəni 1 il ərzində şagirdlərə hansı bilik bacarıqları formalaşdırmalıyamsa, bu adlanır fənnin sinifin sonu üçün təlim nəticəsi. Növbəti gəlir təlim nəticəsi kitabda verilibdir. Fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi. Aha. Fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi. Kitabımızda sadəcə bu verilir. Fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi verilib. Amma mən sizə fənnin sinifin sonu üçün təlim nəticəsini izah elədim ki, həm təlim nəticəsini yaxşı başa düşəsiniz, onun nə olduğunu anlayasınız. Həm də məktəbdə gedib fənnin sinifin sonu üçün təlim nəticəsindən illik plan tutanda istifadə eləyəcəksiniz. O hər illik plan tutanda birinci proqramı, planı, perspektiv planı, illik planınızı açanda həmin sinif üzrə, həmin fəndən illik təlim nəticələrinizi qeyd eləyəsiniz. Hər fənn üzrə fərqlidir, hər sinif üzrə də fərqlidir. Məsəl üçün, biologiya müəllimiyəmsə, 7-də fərqlidir, 8-də fərqlidir, 9-da fərqlidir, 10-da fərqlidir. Hər fənnin sinifin sonu üçün təlim nəticəsi fərqlidir. Məsəl üçün, riyaziyyat müəllimiyəmsə, 5-in təlim nəticəsi fərqlidir, 6-nın təlim nəticəsi fərqlidir, 7-nin təlim nəticəsi fərqlidir, 8-in təlim nəticəsi fərqlidir, 9-unku fərqlidir. Aydındır? Bir də var fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi. Bəs yaxşı, fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi nədir? Burada bir cümləyə baxın, təhsil səviyyəsi. Artıq burada bir təhsil səviyyəsində şagird nələri öyrənməlidir? Artıq burada bir təhsil səviyyəsində şagird hansı bilik bacarıqları öyrənməlidir? Onlar öz əksini tapır. Misal üçün gəlin baxaq. Bax, misal üçün, mən 5-ci sinifə dərs keçirəm, düzdür? Aha, mənə sentyabr ayında bir riyaziyyat müəllimiyəm, Azərbaycan dili müəllimiyəm, tutalım ki, mən Azərbaycan dili müəllimiyəm. 5-ci sinifin sentyabr ayında dərsə başlayıram. Aha, və mənə təlim nəticəsi verirlər ki, hələ sentyabr ayındayam. 5-ci sinifin iyun ayına qədər şagirdlərə hansı bilik bacarıqları öyrətməlisən? Mənə təlim nəticəsi verirlər. Bu hansı təlim nəticəsidir? Ay sağ olun, bu birincidir. Fənnin sinifin sonu üçün. Yəni bir sinif var burada hələ. 5-ci sinifin sentyabr ayındayam. Mənə təlim nəticəsi verirlər ki, 5-ci sinifin iyun ayının 14-nə qədər, məktəb bağlanana qədər şagirdlərə nəyi öyrətməlisən? Bu hansı təlim nəticəsidir? Fənnin sinifin sonu üçün olan təlim nəticəsidir. Bir sinifdə şagirdlər nələri öyrənməlidir? Tamam. 5-ci sinifin sentyabr ayındayam. Mənə təlim nəticəsi verirlər ki, hələ 5-dəyəm. Hələ 5-i bitirməmişəm. 9-cu sinifin iyun ayında şagirdlərə nələr öyrətməlisən? 5, 6, 7, 8, 9. 5, 6, 7, 8 və 9. 5 il ərzində 5 ilə şagirdlərə hansı bilik bacarıqları formalaşdırmalısan? 5 ilə şagirdlərə nələr öyrətməlisən? Bu hansı təlim nəticəsidir? Aha. 5 il ərzində şagirdlərə hansı bilik bacarıqları öyrətməliyəm? 5 ilə şagirdlərə nələri öyrətməliyəm? Bu nə gəlir, dəyərli yoldaşlar?
fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi gəlir. Aydındır? Artıq burada bir təhsil səviyyəsində şagird nələri öyrənəcək? Burada ümumi orta təhsil səviyyəsi var da. 5, 6, 7, 8, 9. Bir təhsil səviyyəsində şagirdlərə nələr öyrətməliyəm? Fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi gəlir. Aydındır? Bu 1 illikdir fənnin sinifin sonu üçün. Amma burada isə misal üçün bir səviyyə gedir, bir təhsil səviyyəsi gedir. Misal üçün riyaziyyat müəllimiyəm, 1-ci sinifə dərsə başlayıram. Mənə təlim nəticəsi verirlər ki, müəllim, hələ birdəyəm ha. 1-ci sinifin iyun ayına qədər şagirdlərə riyaziyyatdan bu bilik bacarıqları öyrətməlisən. Bu hansı təlim nəticəsidir? Fənnin sinifin sonu üçün təlim nəticəsi. 5-ci sinifin sentyabr ayındayam, 5-ci sinifin iyun ayına qədər şagirdlərə nələr öyrətməlisən? Tamam. 5-ci sinifin sentyabr ayındayam. Mənə təlim nəticəsi verirlər ki, Coşqun müəllim, 4-cü hələ üzr istəyirəm, 1-ci sinifin sentyabr ayındayam. 5 deyirəm, 1-ci sinifin sentyabr ayındayam, riyaziyyat müəllimiyəm. Mənə təlim nəticəsi verirlər ki, 4-cü sinifin sonunda qədər şagirdlərə nələr öyrətməlisən. Hələ 1-in sentyabrındayam, mən üçün 4-cü iyun ayına qədər nələr öyrətməliyəm veriblər. Hansı bilik bacarıqları öyrətməliyəm. Bu hansı təlim nəticəsidir? Fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi. Burada hansı təhsil səviyyəsi gedir? İbtidai təhsil səviyyəsi. Aha, indi gəlin, bax, açaq o kitabı. Bax, açın kitabı, kitabda da görürsünüz. Bax, mən kitabla ardıcıl gedəcəm ki, siz çaşmayasınız, çaşdırmayasınız. Deməli, açdıq ümumi təlim nəticəsi. Görürsünüz, fənnin təhsil və burada ümumi təlim nəticələri gəlir. Eyni kitabdakı kimi vermişik PDF-imizdə. Gəlin baxaq. Artıq ümumi təlim nəticələri bizlərə aydın oldu. Deməli, birinci tərifinə baxırıq. Ümumi təlim nəticəsi. Təlim nəticəsinin deməli tərifi. Gəlin tərifinə baxırıq. Deyir, mənimsənilməsi nəzərdə tutulacaq və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. İndi nə var ki, bu tərifi başa düşməyə? Bayaqdan bu tərifi desəydim, heç nə başa düşməyəcəkdik. Amma artıq Coşqun müəllim izah elədi, çox rahatdır. Düzdür? Aha. Deməli, mənimsənilməsi nəzərdə tutulacaq təlim nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyəsidir. Yəni, şagirdlərə nələri öyrədəcəyik, şagirdlərə hansı bilik bacarıqları formalaşdıracağıq, nələr mənimsədəcəyik, onların əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyəsinə ümumi təlim nəticəsi deyilir. Bəli, yəni ümumi təlim nəticəsi yəni dövlət proqramında da əks olunmuşdur. Dövlət standartı proqramında əks olunub deyir o heç. Yəni misal üçün 1-ci sinifin əvvəlindəyəm, 1-ci sinifin sonuna kimi şagirdlərə nələr öyrətməliyəm. 1-ci sinifin əvvəlindəyəm, 4-cü sinifin sonuna qədər şagirdlərə nələr öyrətməliyəm. İzahı, kitabda izahını necə verib? Ümumi təlim nəticələri aşağıdakı hissələr üzrə şagirdlərin bilik bacarıqlarının əvvəlcədən müəyyən olunmasını vermişdir. Baxın, burada səviyyələr üzrə sadəcə təlim nəticəsini verib. Siz burada sadəcə mən bayaq dedim axı, həm sinif üzrə dedim, həm səviyyə üzrə dedim. Niyə? Çünki siz məktəbdə də istifadə edəcəksiniz, həm də təlim nəticəsinin nə olduğunu qəşəng başa düşəsiniz. Amma burada sadəcə səviyyələr üzrə təlim nəticəsini verib. Misal üçün, bax, Azərbaycan dili fənnindən deməli, Azərbaycan dili fənni üzrə ibtidai təhsil səviyyəsində şagird. Yəni, bu nə deməkdir? Azərbaycan dilində 1-ci sinifə dərsə başlayan müəllim, 1-ci sinifin sentyabr ayında dərsə başlayan müəllim, düzdür? Aha, bilir ki, 4-cü sinifin Azərbaycan dilindən iyun ayına qədər şagirdlərə bax bu bacarıqları formalaşdırıb öyrətməlidir. Bu bilik bacarıqları öyrətməlidir. İndi baxın, müvafiq qaydalar əsasında oxuyur, nitq etiketlərinə və dil qaydalarına əməl edir, oxuduqlarını, dinlədiklərinə münasibət bildirir, kiçik həcmli sadə mətnlər qurur, fikirlərini şifahi və yazılı formada ifadə edir. Bəli, deməli, Azərbaycan dili müəllimi 1-ci sinifə dərsə başlayanda bilir ki, 4-cü sinifin sonuna qədər uşaqlara bunu öyrətməlidir. Vəssalam. Aydındır? Və başlayır 4 il ərzində bunu öyrətməyə. Ümumi orta təhsil səviyyəsində şagird. İndi Azərbaycan dili müəllimi 5-ci sinifin sentyabr ayında, qardaş, 5-ci sinifin sentyabr ayı, düzdür? Nə vaxt 9-cu sinifin iyun ayına qədər ümumi orta təhsil gedir də 5-dən 9-a, düzdür?
Bilir ki, şagirdlərə bu bilik bacarıqları mənimsədib öyrətməlidir. Deməli, mətnin üslubuna uyğun texnikasını tətbiq edir. Nitqində dil qaydalarına əməl edir. Oxuduqlarını dinlədiklərinə münasibətini əsaslandırır. Əməli yazı nümunələr hazırlayır. Bunlar nədir dəyərli yoldaşlar? Ümumi orta təhsil səviyyəsindədir. Və gəldik tam orta təhsil səviyyəsində şagird. İndi gəlin baxaq. 10-cu sinifə başlayan müəllim 10-cu sinifin sentyabr ayında bilir ki, müəllim sinif düzdür, sentyabr ayında bilir ki, müəllim 11-ci sinifin iyun ayına qədər, iyunun 14-ünə qədər şagirdlərə bu bacarıqları formalaşdırmalıdır. Bu birinci terminimizdir. Aydındır. Kurikuluma aid terminlərdən birinci terminimiz öyrəndik. Nədir? Termin ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsi nəyə deyilir? Mənimsənilməsi nəzərdə tutulacaq təlim nailiyyəti nəticələr formasında əvvəlcədən şagirdlərə mənimsənilirsə, ümumi təlim nəticəsi deyilir. Aydındır? Keçdik. Məzmun xətti deməli, dəyərli yoldaşlar, məzmun xətti deməli və məzmun xətti, alt standart, deməli, əsas standart və alt standart, məzmun standartı. Məzmun xətti. İndi növbəti terminə baxırıq. Məzmun xətti nədir? Deyir ki, fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, ana xəttidir, leytmotividir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşdirilmişdir. Ona görə dəyişməzdir. İndi gəlin baxaq dəyərli yoldaşlar. Bax, kurikuluma aid terminlər. Düzdür? Bunu öyrəndik. İkinci kurikuluma aid terminlərdən gəldik. Öyrənəcəyik məzmun xəttini və 3 alt standart. Və yaxud da məzmun standartı. Məzmun xətti, alt standart və məzmun standartı. Dəyərli müəllimlər, kanalıma abunəsiz. Zəhmət olmasa kanala abunə olmağı unutmayın. Aşağıda abunə olma işarəsi var. Videomuzu bəyənin, kanala abunə olun ki, bu dərslər davamlı şəkildə sizlərə təqdim olunacaq da. Davamlı şəkildə bu dərslərdən faydalanın sizlər də. Deməli, məzmun xətti gəldik, təlim nəticəsini öyrəndik. Məzmun xətti və yaxud da alt standartın digər adı məzmun standartı gedir. Gəlin baxaq dəyərli yoldaşlar. Deyirəm ki, tutalım ki, bax, mən indi 10 dənə sizə dərs təqdim eləyəcəm. Bu 10 dənə dərsi təqdim eləyəndən sonra sizlər mənə tutalım ki, indi gedib yaxşı bir miqdə yaxşı bir yerə işə girəcəksiniz inşallah Allahın köməkliyi ilə. Müəllimlər sertifikasiya imtahanına hazırlaşanlar, müəllimlər sertifikasiya imtahanında yüksək bal toplayıb sevincək 50-ni, 51-i keçəcək o tərəfə, 35% artıma düşəcək, zəng eləyəcək ki, Coşqun müəllim sağ olun, sizin dərslərə baxdım, çox kömək oldu, mən 35% artıma düşdüm, mən varlandım və s. və ilaxır inşallah. Tutalım ki, hansısa bir müəllim səhv eləyib indi mənə bu əziyyətimizin qarşılığında zəng edir ki, Coşqun müəllim, mən miqdən keçdim, yaxşı bir məktəbə işə girdim. Və yaxud da Coşqun müəllim, mən sertifikasiyada 51-i keçdim o tərəfə, yaxşı nəticə topladım, 35% artıma düşdüm. Mən sizə bir tort gətirmək istəyirəm. Burada da indi deyir və mən burada da söz vurmuş oldum. Təbii ki, zarafat edirəm. Deməli və mənim kurs ünvanımı soruşur. Mən deyirəm ki, misal üçün, 3-cü bina. Deyir ki, kursunuz hardadır? Deyirəm ki, Nərimanov rayonunda. Əhməd Rəcəbli küçəsində. Və yaxud da Ağa Neymətullah, Əhməd Rəcəbli getmir ora. Ağa Neymətullah gedir. Mən kursumun ünvanını soruşur da, Namazov Akademik kursunun ünvanı. Deyir ki, ünvanınız hardadır? Deyirəm ki, Nəriman Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətullah küçəsi. Yaxşı. Deyir, Ağa Neymətullah küçəsində hardadır kursunuz? Deyirəm ki, Ağa Neymətullah küçəsində 3-cü binada.
Ağa Nemətullah küçəsində 3-cü binanı siz gəlib deməli tapacaqsınız. Amma yenə kursu tapa biləcəksinizmi? 3-cü binada o qədər bloklar var ki, tapa bilməyəcəksiniz. Aha, mən bir az da dəqiqləşdirməliyəm. Deyirəm ki, 3-cü bina 2-ci blok. Düzdür? Aha. Deməli ardıcıllıq necə getdi? 3-cü bina dedim, tapanmadı. 5 dənə bir binanın 5 dənə bloku var qardaş. Nə bilim hansı blokdur? Yenə tapanmayacaqsınız. Deyirəm ki, 3-cü bina 2-ci blok. 3-cü bina 2-ci blok, gəldiniz bir blokda deməli 5 dənə, 10 dənə, 9 dənə mərtəbə var. Hər mərtəbədə 2 mənzil minimumdan. Görün nə qədər mənzil eləyir? 10 dənə mənzil, 15 dənə mənzil eləyir, tapmaq olur. Deyirəm ki, 3-cü bina 2-ci blok 1-ci mənzil. Aha, gördünüz? 3-cü bina 2-ci blok 1-ci mənzil. İndi mən sizə ünvanı tam dəqiq dediyim dəyərli yoldaşlar. Bəli, artıq siz tam dəqiq gəlib tapa bilərsiniz. Bəli. Niyə? Çünki 3-cü bina 2-ci blok və 1-ci mənzil 3-2-1. Deyəcəksiniz Coşqun müəllim, bunun dərsimizə nə aidiyyatı? Elə tort istəmək üçün deyəsən belə bir şey eləmişsiniz. Xeyr. İndi gəlin baxaq. Baxın, deməli 3-2-1 və yaxud da belə bir 4-1-1, misal üçün belə bir dərslərdə biz standartlar görürük. Belə bir standartlar görürük. 3-2-1, 4-1-1. Hamı sual verir ki, yəni bunlar nədir? Yəni bu terminlərdə. Baxın, burada birinci yerdə duran 3 məzmun xəttidir. Məzmun xətti. Birinci yerdə duran 3 məzmun xəttidir. 3-2 əsas standartdır. Hansı ki biz bunu öyrənmirik. Yəni buna eləcə standartda deyirlər. 3, 2, 1. 3 rəqəmli olanda olur alt standart və yaxud da digər adı məzmun standartı da deyilir. Deməli 3, 2, 1, 3 rəqəmli olanda buna alt standart və yaxud da məzmun standartı deyirik. Aydın oldu dəyərli yoldaşlar. Aha, və yaxud da 4, eləcə 4, bu birisi standarta baxırıq, məzmun xətti, 4-1 əsas standart, 4-1-1 alt standart. İndi gəlin baxaq dəyərli yoldaşlar. İndi qaydaq ki, bu niyə var, bu rəqəmlər niyə var, tam başa düşməmisinizsə, qaydaq burada. Bunun üçün mən açıram öz PDF-imi. Burada öz PDF-imdə kitabda biraz qısa verilibdi. Amma öz PDF-imdə mən bunu daha belə deyək də xırdalığından vermişəm. İndi gəlin mənim öz PDF-imə baxırıq. Bax, burada ümumi təlim nəticələrini vermişəm. Təhsil səviyyəsi üzrə təlim nəticəsi. Bu kitabın PDF-i deyil də. Artıq siniflər üzrə təlim nəticəsi. Gəlin baxaq. Məzmun xətti. Dəyərli yoldaşlar, məzmun xətti nədir? Aha, deməli, məzmun xətti fənn üzrə ümumi təlim nəticəsinin, indi qayıdacağıq kitabın PDF-inə. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, ana xəttidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşibdir. Fənnin ana xəttidir, leitmotividir, ona görə heç zaman nə etməzdir, dəyişməzdir. Gəlin baxaq. Bax, məzmun xətti. Bax, burada bir dənə 4-1-2 məzmun xəttidir. Deməli 4 məzmun xətti dil qaydalarıdır, düzdür? 4 məzmun xətti qardaş dil qaydalarıdır. Bizə standart verir ki, o alt standart və yaxud da məzmun standartı bizə onu verir ki, şagirdə bu gün dərsdə nə öyrənəcək də, şagird bu gün dərsdə hansı bilik bacarığa yiyələnəcək. Tamam. 4 dil qaydaları. Şagird bilmir axı ki, dil qaydaları, müəllim bilmir axı dil qaydalarından şagirdə nə öyrədəcəm. Düzdür? Hələ burada dəqiq deyil. Bu bildiyimiz bizim o bina məsələsi. 4-1 zəruri dil qaydalarına mənimsədiyini nümayiş etdirir. Hansı zəruri dil qaydaları, qardaş? Bilinmir. İndi buna baxın. 4-1-2 artıq bu daha dəqiqdir. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. Artıq bu daha açıqdır. Məzmun standartı və yaxud da alt standart tam dəqiq göstərir ki, bu gün şagirdlərə 4-1-2 deməli sözün mənasını, qrammatik mənasını kontekstə uyğun izah edir. Başa düşürsüz nə demək istəyirəm? Yəni burada da eynən nətər ki mən binada sizə açıqlayırdım. Burada da bugünkü dərsdə standart açıqlayır ki, tam olaraq şagirdə nə öyrədəcəm. Aydındır dəyərli yoldaşlar? Misal üçün, bax
Mən riyaziyyat müəllimiyəm, düzdür, dəyərli yoldaşlar. Yazıram, misal üçün mənə standart veriblər. Bu gün keçirəm üçbucaq mövzusunu. Aha, mənə standart veriblər, misal üçün 4 1 1, aha, 3 1 1. Düzdür? Aha. Deməli bax hər fənnin burada məzmun xətti verilib də hər fənn üzrə. Baxıram ki, deməli 3. Deməli bu həndəsə ilə bağlı olan bir dərsdir. 4. Deməli ölçmələrlə bağlı bir dərsdir. Aydındır dəyərli yoldaşlar. Məzmun xətti, yəni fənnin o mövzularda, yəni hər fənnin özünün 3 dənə, 4 dənə məzmun xətti var. Və bugünkü dərsin nəyə aid olduğunu, hansı bölməyə aid olduğunu göstərir. Elə bir fənnin məzmununu hissələrə bölür də, belə deyək. Aydındır? Gəlin indi bir dənə belə bir şey deyim də. Riyaziyyatın 5 dənə məzmun xətti var. İndi bunlara baxırıq. Riyaziyyatın 5 dənə məzmun xətti var. Hansılardır? Ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmələr, statistika, ehtimal. İndi sizə sual verirəm. Bax, deməli riyaziyyatın neçə məzmun xətti var? 4 dənə. Hansılardır? Ədədlər və əməllər. Düzdür? Aha. Cəbr və funksiyalar, həndəsə, ölçmələr, statistika və ehtimal. Yaxşı, riyaziyyat elmi 1-ci sinifdən ta ki düz 11-ci sinifə qədər bu 5 dənə bölmədən birini öyrənirmi? Bu 5 dənə bölmədən birini öyrənəcək də, düzdür? Riyaziyyat elmi aşağı siniflərdə ədədlər, əməllər, sonra 5-6-ya cəbr, funksiya, həndəsə, sonra ölçmələr, yuxarı siniflərdə statistika, ehtimal. Yəni 1-ci sinifdən 11-ci sinifə qədər keçirilən bu mövzular belə deyək də bu 5 dənə hissənin birindəndir. Aydındır? Nə demək istəyirəm? Yəni bu fənnin riyaziyyatının 1-ci sinifdən 11-ci sinifə qədər məzmunudur. Məzmunudur, düzdür riyaziyyatın. Bunu xəttlərə bölübdür. Hissələrə bölüb 1, 2, 3, 4, 5 hissəyə bölübdür. Və bu üçbucaq, düzdür? Yazdım bura 3, 2, 1, 4, 1, 1. Yəni bu göstərir ki, bu üçbucaq sənin keçdiyin bugünkü üçbucaq dərsi, yəni bu 3-dən bu 4-cü hissədən ibarətdir. Bu 3-cü hissədən bu 4-cü hissəyə aid olan bir dərsdir. Aydındır? Eləcə də bax bu deməli cədvəldə bütün fənlərin məzmun xəttləri verilibdir. İndi gəlin baxaq məzmun xəttlərinin tərifinə. Məzmun xətti hər fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin edir. Yəni hər fənn üzrə ümumi təlim nəticəsinin reallaşmasını təmin edən etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Məzmun xətti ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşib və ona görə də fənnin ana xəttidir. Yəni hər fənn, yəni şagirdlərə nələr öyrədilib onlar üçündür. Bax, gəlin bu məzmun xəttinin tərifini bir dənə analiz edək. Ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün məzmun xətti. Deməli, həmin o ümumi təlim nəticələri var, həmin o ümumi təlim nəticələrinin reallaşmasını təmin edir. Reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Məqsəd nədir? Şagirdlərdə həmin o ümumi təlim nəticələrini reallaşdıraq. Həmin o ümumi təlim nəticələrinin reallaşmasını, o bayaqki ümumi təlim nəticəsinin reallaşmasını təmin etmək üçün məzmunun zəruri hissəsidir, ana xəttidir. Bu birinci nə oldu? Məzmun xətti. Aydındır? Yəni bu kitabda verilməyib, düzdür. Mənim bu PDF-imdə bütün fənlərin öz məzmun xəttləri var. Yəni ikinci gəlir əsas standart. Deməli bax 2 rəqəmli. Bunu da qısaca deyəcəm. Aha, deməli əsas standart nədir? Əsas standart deməli məzmun xəttini ümumi şəkildə ifadə edir. Məzmun xəttini ümumi şəkildə ifadə edir və məzmun xəttini açıqlayır. Artıq 4 oldu 4 1. Bu oldu əsas standart. Və əsas standart yəni ki, bunu gəlin baxaq. 4 nə idi dəyərli yoldaşlar? Dil qaydaları, düzdür? 4 məzmun xətti Azərbaycan dilində dil qaydalarıdır. İndi 4-1 əsas standartına baxaq. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 4 dil qaydalarıdır, düzdürmü? Bu ümumidir biraz. Amma əsas standart onu biraz da xırdaladı. Biraz da açıqladı. 4 dil qaydaları məzmun xəttidir. 4-1 artıq zəruri dil qaydalarına mənimsədiyini nümayiş etdirir. Zəruri dil qaydalarına mənimsədiyini nümayiş etdirir.
zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. Görürsüz, artıq bunu açıqladı. Aha, və gəldik alt standart və yaxud da bunun digər adı. Alt standart nə üçündür? Artıq gəldik 4, 1, 1. Deməli, artıq bu daha da xırdadır, daha da açıqlanır. Alt standartın tərifi təhsil alanın bilik və bacarıq səviyyəsinə dövlətin qoyduğu tələbdir. Yəni bunun qaydası budur. Alt standartı həm də biz nə deyirik? Məzmun standartı da deyirik. Deməli, alt standart nə üçündür? Şagirdlərin, təhsil alanların bilik bacarığına, şagirdlərin bilik bacarığına dövlətin qoyduğu tələbə alt standart deyirik. Və alt standart artıq bu gün şagird nə öyrənəcək xırdaçılığından verilibdir. O şey məsələsi də mənzil məsələsi. Biri var idi 4 blok, 4-cü blok. 4 bina, 4-cü bina. 4-cü bina, 1-ci blok, yenə mənzil yoxdur. 4-cü bina, 1-ci blok, 1-ci mənzil. Artıq bu açıqlamağıyla göstərir. Artıq 4-1-1 bu gün şagird dərsdə nə öyrənəcək? Sait və samit səsləri, səs və hərfi fərqləndirir. Aha. İndi 4 amma nə idi? Məzmun xətti olaraq dil qaydaları. Düzdür? İndi gəl burdan sən bir şey başa düş, bu məzmun xəttidir. Sən burdan bir şey başa düş görün, bu gün uşağa nə öyrədim mən? Mən bütöv dil qaydalarını mən bütöv şagirdə mənimsədə bilmərəm. Hamısını mən öyrədim. Bu ümumidir. Sonra gəldi biraz onu açıqladı. Əsas standart. Sonra tam açıqlandı alt standart. Gördünüz nə demək istəyirəm? Sonra tam açıqlandı alt standart. Şagird deməli 4-1-1 birinci sinifdə səs və hərfi fərqləndirir. Deməli hansı dərsin qabağında 4-1-1 standartı gördünüzsə, deməli bu gün şagirdlərdə həmin dərsdə səs və hərfi fərqləndirmə bacarığı formalaşdırmaq lazımdır. Deməli, ikinci sinifdə 4-1-1 oldu, sait və samit səsləri fərqləndirmə bacarıqları. Sonra 4-1-1 oldu, sait və samit səslərin xüsusiyyətlərinə görə fərqləndirmə. Sonra 4-cü sinifdə sadə fonetik təhlillər aparma bacarığı. 5-ci sinifdə cümlənin məqsəd və intonasiyaya görə növlərinə ayırır. 6-cı sinifdə başqa, 7-də başqa, 8-də başqa, 9-da başqa, 10-da başqa, 11-də başqa. Aydındır dəyərli yoldaşlar. Get-gedə elə bir açıqladı. İndi gəlin kitabın tam PDF-inə baxırıq. Deməli, kitabın PDF-ində nə cür idi? Deməli, bax bu təhsil terminləri keçdik. Məzmun xətti nə idi? Gəlin baxaq. Məzmun xətti, görürsüz kitabda qısa verilibdir. Mən öz PDF-imdə daha da açıqlamışam ki, sizlər üçün faydalı olsun. Deməli, məzmun xətti nəyə deyilir? Kitaba baxırıq. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün fənn üzrə, o bayaqki ümumi təlim nəticələri var ha. Həmin o ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşib, fənnin ana xətti və leytmotividir. İndi gəlin baxaq. Azərbaycan dilindən 4 məzmun xətti verilibdir. Dinləyə və anlama, danışma, oxu, yazı və dil qaydaları. Burada bir dənə nümunə verib, amma mən bütün deməli nümunələri vermişəm mən sizə. Bütün fənlərin nümunələrini vermişəm. Sonra burada alt standarta keçib. Alt standart nədir? Şagirdlərin bilik bacarığına qoyulmuş dövlət tələbidir. Summativ qiymətləndirməsini aparır və müəllim summativ qiymətləndirmə apararkən deməli alt standartda alt standartı nəzərə alır. Aydındır dəyərli yoldaşlar. İndi qayıdaq bir dənə də yenə də mənim PDF-imə və bir dəfə fikirləri ümumiləşdirək və məzmun xətti haqqında fikirləri ümumiləşdirək. Məzmun xətti əsas standart, alt standart haqqında fikirləri ümumiləşdirək. Sonra qayıdaq PDF-ə. Deməli gəldik. Bax, bir daha baxırıq. Aha, məzmun xətti. Məzmun xətti nəyə deyilir? Məzmun xətti ümumi təlim nəticələrinin fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, ana xəttidir. Yəni fənn üzrə o məqsəd nədir? Ümumi təlim nəticələrini reallaşdırmaq. Düzdür? Onu bayaq var idi. Yəni ibtidai təhsil səviyyəsində nələr öyrənəcək şagird,
ümumi orta təhsil səviyyəsində nələr öyrənəcək, tam orta təhsil səviyyəsində nələr öyrənəcək. Yəni həmin o ümumi təlim nəticələrini reallaşdırmaq üçün məzmun xəttindən istifadə olunur. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasının təmin olunmaq üçün, təmin etmək üçün müəyyən olmuş o məzmunun ana xəttidir, məzmunun zəruri hissəsidir, məzmunun əsas hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşibdir. Aha, görürsüz burada verib 4 dil qaydaları, qardaş. Dördüncü dil qaydaları, düzdür? Mən burada demişdim ki, 4 nədir? Bina. Ay sol. Bu dördüncü bina ilə gəlib kursu tapanmazdınız. Burada 4 dil qaydaları. Mənə lazımdır ki, bugün şagird nəyi öyrənəcək? Dil qaydaları. Ay qardaş, dil qaydalarında o qədər şey var ki, mən nə bilim dil qaydalarından bu nə öyrənəcək? Sonra keçirəm əsas standarta. Yəni 4-1. Mən buna nə demişdim? Blok demişdim. Gəldiniz kursa, 4-cü binanın 1-ci bloku tapanmırsınız yenə. Bu blokda nə qədər ev var, nə qədər mərtəbə var? Yenə zəruri dil qaydalarına mənimsədiyini nümayiş etdirir. Biraz açıqladı yenə olmasa. Amma hansı zəruri dil qaydaları yenə tapanmırsınız? Yenə bilmirsiniz. 4, 1, 1. Mən buna nə demişdim izahımda? Mənzil. Bu da alt standartda artıq. Bunun digər adı, nə dedik buna? Həm də nə deyilir dedik? Bunun digər adı məzmun standartıdır dedik. Məzmun standartı 4-1-2 sözün, indi məndə burada 1-2-ni yox, 1-1-i veriblər. 4-1-2 sözün qrammatik mənasına uyğun kontekstini izah edir. Artıq burada aydındır. Şagird bugün dərsdə nə edəcək? Sözün qrammatik kontekstə uyğun mənasını izah edəcək. Müəllimə də aydındır ki, qardaş, mən bugün şagirdimə, dərsimə bunu, şagirdlərimə bunu öyrətməliyəm. Sözün qrammatik mənasına uyğun kontekstini izah etməliyəm. Aydındır, bu məzmun standartı və yaxud da alt standartdadır. Yaxşı, deməli, alt standart nəyə deyildi? Deməli, tərifi necə idi alt standartın? Alt standartımızın tərifi necə idi? Deməli, təhsil alanın bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni şagirdə hansı bilik bacarıqları öyrətməliyik? Şagirdin bilik bacarığına qoyulan dövlət tələbidir. Summativ qiymətləndirmənin keçirilməsini təmin edir. Yəni müəllim summativ qiymətləndirmə hazırlayan zaman alt standartı nə edir? Nəzərə almalıdır summativ qiymətləndirmə hazırlayan zaman. Və gəlin bugün keçdiklərimizi bir daha ümumiləşdirək görək. Biz bugün nələri öyrəndik? Deməli, biz bugün təhsil kurikulumu öyrəndik. Kurikulum nədir? Təhsildə məzmun, təşkil və qiymətləndirməni özündə əks etdirən konseptual sənəddir. Yəni məzmun nədir? Şagirdlərə nələr öyrədəcəyik? Şagirdlər bizdən nələr öyrənəcək? Təşkil odur ki, bu keçdiyimiz məzmunu şagirdlərə necə öyrədəcəyik? Hansı bilik, yəni hansı iş üsullarından, hansı iş formalarından öyrədəcəyik? Qiymətləndirmə odur ki, necə eləyəcəyik ki, düzgün qiymətləndirəcəyik? Məktəb daxili formativmi, summativmi, diaqnostikmi? İndi gəlin baxaq. Bilik bacarıq dəyərlər, yəni məqsəd nə olub bu kurikulumu yaratmaqda? Şagirdlərdə bu məzmun, yaxşı həyati kompetensiyalar formalı, həyati bacarıqlar formalaşdıracaqmı? Şagirdlər üçün dərsi necə eləyək, maraqlı eləyək və qiymətləndirməni nətər aparaq ki, məhsuldar olsun, şagirdi inkişaf elətdirsin. Sonra kurikulumun UNESCO-nun meyarları var kurikulum üçün. Bunlara da baxarıq. Bu dedik ki, bunlar sadəcə məlumatdır. Təlim nəticəsi anlayışı vardır. Gəldik əsas kurikuluma aid sənədlər. Təlim nəticəsi nədir? Mənimsənilməsi nəzərdə tutulan əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni sonda şagirdlərə nələr öyrədəcəksə, onu əvvəlcədən konkret formada müəyyən edirik. Bunun adı ümumi təlim nəticəsidir. Aha, məzmun xətti var, dəyərli yoldaşlar. Məzmun xətti nədir? Birinci, o blok, bina. Fənn üzrə ümumi təlim nəticəsinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, ana xəttidir və leytmotividir. Bax görürsüz, məzmun xətti burada budur. Aydındır? Məzmun xətti budur. Sonra məzmun xətti bu blokdur da, bizim binadır. Bina, üçüncü bina, düzdür? Aysə onun. Sonra 3-2, bu əsas standartdır. Buna dedik ki, blok, yəni biraz açıqladı. 3-2-1 isə açıq bizə göstərir ki, bu alt deməli mənzil dedik mən bunun izahımdakı. Yəni şagird bu gün dərsdə hansı bilik bacarıqları öyrənəcək? Aydındır? Bu məzmun standartı və ya da alt standart. Burada sinifi də verib 6-cı sinif
Aha, 3-2-1 standartı. Yəni bunu belə vermirlər çox vaxt, amma burada sizə ayda hər sinifinki ayrı-ayrı olur deyə sinifi də veribdi. Sinif yazılmır orada jurnala. Sadəcə 3-2-1, 4-1-1 bu üçü yazılır da. Aydın oldu, ona görə mən sinifə toxunmadım. Aha, alt standart nəyə deyilirdi? Deməli, təhsil alanın bilik bacarığına qoyulan dövlətin tələbidir. Şagirdlər bu gün dərsdə nəyi öyrənəcək? Hansı bilik bacarıqları öyrənəcək? Ona qoyulan dövlətin qoyduğu tələbdir və summativ qiymətləndirməni tələb edir, təmin edir. Misal üçün, nədir bu? Müəllim alt standartı şagirdlərə formalaşdırdı, sonra summativ qiymətləndirmə hazırlayır, görüm o standartdakı bilik bacarıqları nətər yiyələnibdir şagird. Standartı, summativ qiymətləndirməni hazırlayanda müəllim alt standarta diqqət eləməlidir. Sual düşür ki, summativ qiymətləndirmə nəyə əsasən hazırlanır summativin sualları? Cavab alt standarta əsasən hazırlanmalıdır. Belə müəllimlər, bu gün təzə Time kitabında səhifə 6 və 7-ni izah elədim. Həftənin 1-ci günü dərs 2 gələcək, izləmədə qalın 2 gün sonra bunu izləyin. Daha sonra dərs 1-dən 2-yə aid testlər gələcək, sonra dərs 3, dərs 4, dərs 5, dərs 6. Bir dənə xahişim var. Kanala abunə olun, videonu da bəyənin. Əziyyətə hörmət olaraq. Təşəkkür edirəm dəyərli müəllimlər. Növbəti dərsdə görüşənədək. Sağ olun.